Salam, mən Mehriban Seyidova. Dövlət qulluğu və magistrə hazırlaşanlar üçün onlayn məntiq hazırlığı keçirəm. Bu kanalda sizə məntiq mövzularını, fərqli testləri və qəbul suallarını izah edəcəm. Bu gün şifrələr, analogiya və anaqram mövzularından 2025-ci ildə dövlət qulluğuna qəbul imtahanlarına düşmüş sualları izah edəcəm. Gəlin ilk sualdan başlayaq. İlk sualımız ikiz şərt dilində tərcümə sualıdır. Və şərtdə deyir ki, ikiz şərtin dilinə tərcümədə aşağıdakilərdən hansı alınır? Bizə 4 dənə nümunə verib və bizdən bir cümlə soruşur. Onlar onu danlayırlar. Bunu necə şifrələyirik? Gəlin bizə verilən nümunələrə baxaq. Baxın, mən onu tərifləyirəm. Nə ilə şifrələnib? Ditemarım ilə. 3 sözdür, 3 heca ilə. İkinci cümlədə isə onlar səni danlayırlar. Nə ilə şifrələnib? Vurğu veli. Fikir verin. 3 söz, 4 heca. Bu nə deməkdir? Yəni, bəzən bir söz bir hecanı, bəzən isə bir söz 2 hecanı təmsil edir. Bu sözün uzunluğundan asılıdır. Baxın, danlayırlar uzun olduğu üçün veli 2 heca ilə təmsil olunub. Deyəcəksiniz ki, bəs tərifləyirəm də uzundur. Marım da fikir versəniz, digər hecalardan daha uzundur. Yəni, bu cür tarazlayır. Baxaq bizə verilənlərə. Onları yuxarıda baxsaq, İkinci və üçüncü cümləni görərik. İlk hecamız ur, yəni ur ilə başlayacaq. B, D variantı getdi. İkinci sözümüz onu yuxarıda baxırıq. Birinci və üçüncü cümlədə ikinci hecamızdır. T, baxın burada da T ilə şifrələnibdir. Baxaq, onda ur T ilə başlasaq, C variantı getdi. Son sözümüz danlayırlar. Danlayırlar ikinci cümlədə verilib. Və axırıncı heca, veli. Cavabımız Y variantı. Növbəti sualımız anaqram sualıdır. Baxaq, artıq anaqram sualları bu cür düşür. Hansı cavab variantdakı sırası pozulmuş hərflərin sırasını bərpa etdikdə birinci sözün sonu, ikinci sözün əvvəli alınır? Baxın, bizə şərtdə deyir ki, variantlardakı sırası pozulmuş hərflərin, yəni variantlarda bu hərflərin sırasından düzəldib bir heca yaradacağıq və bunu nöqtələrin yerinə qoyacağıq. Bu zaman möh hecasının sonu, icə hecasının isə əvvəli olacaq və bu zaman yeni sözlər yaranacaq. Gəlin baxaq. Baxın, cavabımız B variantıdır. Bu hərflərdən nət hecasını yaradırıq. Bunu yuxarı nöqtələrin yerinə qoyduqda birinci sözümüz nə alır? Möhnət. Başlayayım bir dənə. Möhnət. İkinci sözümüz nəticə. Deməli, cavabımız B variantı. Növbəti 5-ci sualımız analogiya sualı. Misir, Sfinks sözləri arasındakı məntiqi əlaqəyə analogiya olmayan variantı müəyyən edin. Gəlin baxaq, necə bir məntiqi əlaqə qruplar. Sfinks Misirdə yerləşir. Qız qalası Azərbaycanda, Kreml Rusiyada, Eyfel qülləsi Fransada, Kolizey İtaliyada, Tac Mahal Türkiyədə deyil, təbii ki, Hindistanda yerləşir. Növbəti sualımız, verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olaraq natamam cüt tamamlayın. Baxaq, necə bir məntiqi əlaqə qrup. Deyir ki, ağac, qarşısında yazıb budaq. Yəni, ağacın budaqları olur. Bəs əlin, bu məntiqlə gəzsək, əlin isə barmaqları olur. Biraz qəribə bir məntiq olub. Növbəti sualımız şifrələrdir. Sual işarəsinin yerinə uyğun gələn variantı tapın. Gəlin baxaq. Əgər ilk sətrə baxsaq, görərik ki, hər biri fərqlidir. Biz buradan bir nəticə çıxara bilmirik. Axırıncı sətrə baxsaq, görərik ki, axırda 2 dənə eyni fiqurumuz var. Qara üçbucaq. Qara üçbucaq. Burada nə ilə şifrələnib? Baxın, 2 dənə 7. Demək ki, qara üçbucağımız 7-dir. Bu qara. İçin qarasıq yaxşı olar. Yaxşı. Deməli, 7. Baxın, bizə qara üçbucaq soruşmur. 7 olmayacaq. Sonra, əgər fikir versəniz, biz nəyi tapmışıq? 7-ni tapmışıq. 7 ilə başlayıb 7 ilə bitən axırdakı fiqurları götürə bilərik. Bu zaman buradan nə bilirik?
buradan çıxdı ki, bu balaca ulduzumuz 0. Dairə içərisində cross olan fiqur isə bizə 1 rəqəmi ilə şifrələnib. Baxın, buradakı 1-i tapmışıq. 1 ilə başlayan variantımız bir dənə A variantı. Hamısını tapmağa gərək yoxdur. İmtahanda da bu cür irəliləsəz çox vaxt itirmərsiniz. Növbəti sualımız yenə həmin qayda. Bundan birini də baxırıq. Digərlərini isə sizə buraxacağam. Nöqtələrin yerinə uyğun olan variantı seçin. Yenə həminki qayda. Axtarılan hissə mövqeyinə görə sözün əvvəli və ya sonu ola bilər. Baxaq. Yenə B variantında baxın. Bu hərflərdən tor hecasını düzəldirik və bunu aparıb nöqtələrin yerinə qoyduqda nə alınır? Birinci sözümüz lektor. Lektor universitetdə mühazirə oxuyan şəxsi deyilir. İkinci sözümüz isə torpaq. Cavabımız B variantı. Bu sualı videonu dayandırıb baxa bilərsiniz. Özünüz tapmağa çalışın. Cavabımız C variantıdır. Növbəti sualımız dəmir, dəmirçi. Deyir ki, verilən nümunədəki məntiqi əlaqəyə görə analoji olaraq nataman tamamlayın. Əgər dəmiri dəmirçi düzəldirsə, taxtanı kim düzəldir? Xərrat, yəni A variantı. Növbəti sualımız da yenə həminki qayda anagram sualıdır. Bu sualı da sizə buraxıram. Videonu burada dayandırıb sualı tapa bilərsiniz. Cavabını şərhlərə qeyd edə bilərsiniz. Doğru olduğunu sizlərə deyəcəm. Növbəti sualımız 72-ci. Bu da şifrələr sualıdır. Bunu izah edəcəm, çünki biraz çətin şifrələr sualıdır. Baxaq. Deyir ki, eyni rəqəmlərin eyni hərfləri və ya bir neçə hərfin ardıcıllığını, fərqli rəqəmlərin isə fərqli hərfləri və ya bir neçə hərfin ardıcıllığını şifrlədiyini bilərək, sual işarəsinin yerinə uyğun gələn variantı müəyyən edin. Bizə şərtdə nə demək istəyir? Yəni bizə deyir ki, əgər fikir versəniz, dəqiqə bağışlayın. Bizə sərçə, çənə, sərbəst, stul, sərin və səriştə sözlərini verir. Lakin bunlar, baxın, 5 hərf, 4 hərf, 7 hərf, 4 hərf. Baxın, burada isə 3 hərf, 3 rəqəm daha doğrusu, 2 rəqəm, 4 rəqəm. Yəni, bir hərf bir rəqəmi göstərmir. Bir rəqəm bəzən bir hərfi, bəzən tutaq ki, buradakı 8, ə və r 2 hecanı, 2 sözü, 9 isə s və ə-ni göstərə bilər. Yəni, bəzən bir hecanı, bəzən bir hərfi, bəzən isə sadəcə 2 hərfin ardıcıllığını göstərir. Bəs biz bunları bilərək necə yola çıxa bilərik? Yenə özümüzə, bizdən soruşur sərbəst sözünü. Bir uyğunluq axtarsaq. Fikir verin, ə ilə bitir, ə ilə bitir, ə ilə bitir. 3 sözün sonu ə ilə bitir. Baxın, 3 dənə 3 ilə bitən rəqəmimiz var. Demək ki, ə hərfini 3 ilə qeyd edib. Yaxşı. Sonra nə deyə bilərik? Sərbəst sözü biraz uzun olduğuna görə bir içini burada heç baxın variantda da yoxdur. Nə olaraq götürə bilərik? Fikir versə başqa bir ardıcıllığımız, baxın, s-t sərbəst sözünün sonu, stul sözünün isə başlanğıcıdır. S və t sözlərini, yəni 2 hərfin ardıcıllığını bir rəqəmlə qeyd eləsək, bu 7 rəqəm olar. Baxın, sərbəst sözünün sonu, həm də ə hərfi var. Baxın, 3. Stul isə, baxın, 7 ilə. Cavabımız C variantıdır. Biraz çətin bir şifrələr sualıdır. 84. Yenə eyni qayda. Niyə eyni sualları salmısınız deyə soruşsanız, əslində bunlar 2025-ci ildən, yəni axırda ilin sonuna qədər, yanvar ayından bu aya qədər düşmüş, dövlət qulluğu imtahanlarının düşmüş suallardır. Hamısını mən bura qoymuşam ki, siz bunların hər birini həll etdiksə, bu suallara alışasınız. 84-cü sualın cavabını da şərhlərdə qeyd edərsiniz. 80. Bu da fərqli bir sualdır. Yenə anagram sualıdır. Fərqli versiyada verir. Verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni söz yaratmaq olar?
Yaradılan sözdəki hərflərin sayı istifadə edilən sözdəki hərflərin sayına bərabərdir. Burada variantlardan getməyi sizə tövsiyə edirəm. Çünki daha tez varianta çata bilərsiniz. Tutaq ki, 1 ilə 3-ü yoxlamağa gərək yoxdur. Nəyə görə? Çünki heç variantda yoxdur. Yəni 1 ilə 3-dən bir şey alınsa da həmin variant yoxdur. Gəlin baxaq, variantlardan getdikdə. Bunları necə tapa bilərsiniz? Hərfləri ayırmanızı. Cavabınız 2 və 3 Y variantdır. Gəlin ayıraq baxaq. Bax, bunu ayırıram. S, A və K olaraq. Bir də 3-də rahib olaraq verdiyi sözü ayırıram. İ bura yazım. H hərfini bura yazım. B hərfini bura yazım. R və nə qaldı? A hərfi yenə. Bu sözlərdən alınır sahibkar sözü. Hərflər birləşdi. 7 hərf var idi. Bağışlayın, 8 hərf var idi. 8 hərfli bir söz alındı. Növbəti. Cavalı meyvədirsə, kəpənək həşəratdır. Bu şifrələr sualında yenə eyni qayda. Baxın. Əslində necə daha tez tapa bilərik? Fikir versəniz 2 ulduzumuz, 2 dənə dairəmiz var. Bax, bir dənə bu tək qalıb burada. Tək qalmış rəqəm 5-dir. Demək ki, bu necə şifrələnib? Göstərdiyim kimi şifrələnibdir. Bu zaman ulduzumuz nə olur? Axırıncı 2. 2 ilə başlayan qaldıq 2 variantın arasında. C və D-nin arasında. Onda Y, B və A getdi. Burada nəyi göstərir? 3-ümüzün harada olduğunu bilə, 4-ümüzün daha doğrusu. Çünki bunu axtarırıq. 5, 4. Baxın, 4 ikinci fiquru göstərir. Yəni kvadrat bərabərdir 4-ə. Əgər kvadrat 4-dürsə, cavabımız D variantı. Növbəti. Bu analogiya sualını da şərhlərdə qeyd etmənizi istəyirəm. Hərf sırası pozulmuş sözlər cütü ilə analoji əlaqəli olan natamam cütü tamamlayın. Birinci düzəldirik. Nədir sözümüzdən? Sözümüz alınır kilometr. Kilometr. Kilometr ölçüdür. Bəs buradan nə alınır? Voleybol. Voleybol nədir? İdman. Videonu dayandırıb özünüz tapdıqdan sonra cavabına baxa bilərsiniz. Yenə yeni qayda. Bunu da sizə qoyuram. Şərhlərdə cavabı qeyd edərsiniz. 91-də. Verilən nümunədəki məntiqi əlaqəyə görə analoji olaraq natamam cütü tamamlayın. Mikroskop cihazdır. Bəs nanometr? Nanometr ölçü vahiddir. Nanometr kilometrin milyardda bir hissəsidir. Biraz qəbul sualına görə nanometri bilməyənlər çətinlik çəkə bilərlər. Verilən nümunədəki məntiqi əlaqəyə görə analoji olaraq natamam cütü tamamlayın. Zəlzələ tektonik hadisədir. Bəs ilğım? İlğım isə optik hadisədir. Yəni işıqla bağlı hadisədir. Son sualımız. Son sualımız da həmin qaydadır. Bunu izah edim. Aşağıdakı verilmiş anaqramlardan hansı birinci sözün sonu, ikinci sözün əvvəlindədir? Fikir versəniz, nə alırıq buradan? Yad. Bura qoysaq, fəryad, fəryad və yaddaş sözləri. Deməli, cavabımız D variantı. Deməli, artıq 2025-ci ildə qəbul suallarının hamısına baxmış olduq. Qəbul suallarını, yəni bu mövzudan. Anagram, şifrələr və analogiyası mövzularından qəbula düşmüş suallara baxdıq. Bu tür videolardan xəbərdar olmaq üçün kanalı izləməyi və videonu bəyənməyi unutmayın.